Hər vaxtınız xeyir, dəyərli həmkarlar. Bugün portfelimizin vacib, amma bəlkə də ən çətin anlaşılan məhsullarından birinə başvuracağıq. Biznes fəaliyyətinin dayanması sığortası. Gəlin birlikdə öyrənək ki, bu məhsulu necə inamla sata və ən əsası, necə düzgün qiymətləndirə bilərik. Başlayaq. Baxın, hər şey bu sadə, amma çox güclü sualla başlayır. Hər bir müştərinizlə görüşdə bu sualı masaya qoymalısınız. Çünki bu sual bizim bütün müzakirəmizin təməlini təşkil edir və bu sığortaya olan real ehtiyacı çılpaqlığı ilə ortaya qoyur. Yaxşı, gəlin yol xəritəmizə nəzər salaq. Bu 6 addımı izləyərək mövzunun ən fundamental niyəsindən tutmuş, zərərin praktik hesablanmasına qədər hər bir detalı aydınlaşdıracağıq. Məqsədimiz təlimin sonunda hər birinizin bu mövzuda özünə güvənən bir mütəxəssis olmasıdır. İlk olaraq, gəlin problemin kökünə enək. Biznes fəaliyyətinin dayanması sığortası əslində hansı problemi həll etmək üçün yaradılıb? Onu digər sığortalardan fərqləndirən nədir? Deməli, məsələ çox sadədir. Təsəvvür edin, müştərinin fabriki yandı. Əmlak sığortası gəlib o fabrikin divarlarını, avadanlıqlarını bərpa edəcək. Yaxşı, bəs o fabrik bərpa olunan bir il ərzində dayanan gəliri, ödənilməli olan maaşları, kreditləri kim ödəyəcək? Bax, biznes fəaliyyətinin dayanması sığortası məhz bu boşluğu doldurur. Biri bədəni, digəri isə qanı bərpa edir. İndi isə gəlin hamımızın eyni dildə danışması üçün bəzi fundamental anlayışları və terminləri yerli sığorta qaydalarımıza uyğun şəkildə aydınlaşdıraq. Bu, həm satış, həm də underwriting üçün kritikdir. Yəni, bu sığorta məhz fiziki bir hadisənin, məsələn, yanğının və ya daşqının törətdiyi maliyyə fəsadlarını qarşılayır. Bu çox vacib bir nüansdır. Bazarın pisləşməsi və ya rəqabət kimi qeyri-fiziki səbəblərdən yaranan gəlir itkisi təminat altında deyil. Atəşgah sığorta şirkətinin qaydalarına əsasən biz məhz bunu ödeyirik. Yəni, həm itirilən gəliri, həm də gəlirin daha da azalmasının qarşısını almaq üçün çəkilən məcburi əlavə xərcləri. Bu, təminatın əsas ürəyidir. Bax, bu, sığortalının seçdiyi və bizim üçün çox kritik olan bir zamandır. Yəni, biznesin tam bərpası üçün nə qədər vaxt lazım olacağını proqnozlaşdırırıq. Bir restoran üçün bəlkə 6 ay yetərlidir, amma ağır sənaye zavodu üçün 24 ay belə az ola bilər. Bu seçimi düzgün etmək həm satışın, həm də underwritingin məsuliyyətidir. Yaxşı, indi gəlin polisin, belə desək, mühərrik otağına girək. Görək bu sığorta polisi dəqiq olaraq nələr ödəyir, ödənişi hansı hadisələr tətikləyir və ən əsası, hansı hallar istisnadır. Baxın, bu siyahı çox önəmlidir. Bunlar, biznes bir qəpik də qazanmasa belə, hər ay ödənməli olan xərclərdir. İşçilərin maaşları, bank kreditləri, icarə haqqı, bunlar dayanmır. Və bizim sığortamız atəşkəs sığorta qaydalarının 5.5-ci maddəsinə uyğun olaraq məhz bu xərcləri qarşılayır ki, biznes müflis olmasın. Bu, hər birinizin yaddaşına həkk etməli olduğu qızıl qaydadır. Əgər əmlak sığortası polisi ilə əhatə olunan bir fiziki zərər yoxdursa, biznes fəaliyyətinin dayanması iddiasından söhbət gedə bilməz. Bu iki sığorta bir-birinə göbək bağı ilə bağlıdır. Və əlbəttə, nəyin əhatə olunmadığını bilmək, nəyin əhatə olunduğunu bilmək qədər vacibdir. Bu, müştəri ilə gözləntiləri düzgün qurmaq üçün şərtdir. Atəşgahın qaydalarının 6-cı maddəsində sadalanan bu istisnaları hər biriniz bilməlisiniz. İndi isə gəlin, stullarımızı dəyişək və hadisələrə bir underwriterin gözü ilə baxaq. Bu kompleks riski necə düzgün analiz edib, ədalətli bir qiymət çıxara bilərik. Dəqiq underwriting üçün bizə təkcə keçmiş rəqəmlər yox, həm də biznesin gələcək potensialı lazımdır. Biz faktiki olaraq bir proqnoz verməyə çalışırıq. Əgər hadisə olmasaydı, bu biznes nə qədər qazanacaqdı? Bunun üçün də dərin maliyyə təhlili mütləqdir. Bu stat hər şeyi mükəmməl izah edir. Underwriting sadəcə rəqəmləri cədvələ daxil etmək deyil. Bu, biznesin ruhunu, onun hekayəsini anlamaq sənətidir. Ancaq bundan sonra düzgün risk qiymətləndirməsi mümkündür. Nəhayət, təlimimizin ən maraqlı və praktik hissəsinə gəlib çatdıq. Gəlin bütün bu nəzəriyyəni bir kənara qoyaq və real bir case üzərində zərərin addım-addım necə hesablandığına baxaq. Hesablama formulu ilk baxışda mürəkkəb görünə bilər, amma əslində çox məntiqli bir ardıcıllıqla işləyir. Biz əvvəlcə itirilmiş dövriyyəni tapırıq. Sonra bu dövriyyənin içindəki mənfəət payını hesablayırıq, ən sonda isə əlavə xərcləri və qənaətləri nəzərə alırıq. Gəlin, addım-addım gedək. Deməli, ilk addımımız budur.
Bərpa dövrü ərzində biznesin normalda nə qədər dövriyə edəcəyini proqnozlaşdırırıq və bunu həmin dövrdəki faktiki dövriyə ilə müqayisə edirik. Aradakı fərq bizim itirilmiş dövriyəmizdir. Baxdığımız real case üzərindən apardığımız hesablamalara görə bu fərq, yəni itirilmiş satış həcmi 1 milyon manatdan bir qədər çoxdur. Amma diqqətli olun, bu hələ sığorta ödənişi deyil, bu sadəcə hesablamamızın ilk və ən böyük parçasıdır. İndi növbəti məntiqi addım gəlir. Axı biz bütün dövriyyəni yox, onun içindəki mənfəəti və sabit xərcləri ödəyirik. Ona görə də tapdığımız itirilmiş dövriyyəyə biznesin tarixi ümumi mənfəət marjasını, yəni faizini tətbiq edirik. Nəticədə 1 milyonluq dövriyyə itkisini ümumi mənfəət faizinə vurduqda 427,86 min manatlıq birbaşa ümumi mənfəət itkisi əldə edirik. Bax bu, artıq iddiamızın əsasını, onurğasını təşkil edən rəqəmdir. Yekun məbləğ üçün bunun üzərinə əlavə xərclər gəlinib, qənaətlər çıxılmalıdır. Yaxşı, bu qədər məlumatdan sonra gəlin yekun vuraq. Bütün bunları həm satış, həm də underwriting komandalarımız üçün konkret praktiki fəaliyyət planına necə çevirə bilərik? Deməli, yekun olaraq, satış komandasının vəzifəsi bu ehtiyacı müştəriyə düzgün, həyati bir zərurət kimi təqdim etməkdir. Underwriting komandasının vəzifəsi isə biznesin bütün detallarını dərindən analiz edərək bu riski ən dəqiq şəkildə qiymətləndirməkdir. Bu, bir komanda işidir. Və mən sizi bu son sualla baş-başa buraxmaq istəyirəm. Sizin hər birinizin əsas rolu bu sualın cavabının tərəddüdsüz və inamlı bir bəli olmasını təmin etməkdir. Diqqətiniz üçün təşəkkür edirəm.